Salam izləyicilərim, bugün sizinlə mənə çox maraqlı olan mani halvası elədim və sizinlə də bölüşmək istədim. Düşünürəm ki, sizə də maraqlıdır. Bunun üçün kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Keçək hazırlanma qaydasına. Mən tavaya 2 stəkan mani, bildiyimiz mani əlavə elədim və üzərinə yarım stəkandan biraz çox duru yağ və təqribən 150 qram, 200 qram kərə yağı əlavə elədim. Və bunları qoyuram ocaq başına ki, bu qovrulsun. Halallıq üçün bir çimdik duz tökdüm və yavaş-yavaş qovrulmağa qoyuram. Burada əsas məsələ yağın əriməsinə qədər olan prosesdir. Ya zaten əriyəndən sonra hər şey asanlaşır və öz axarında bişməyə başlayır, qovrulur. Lakin burada əsas olan püf nöqtə odur ki, yəni çox bişirməyin, çox qaraltmağa gərək yoxdur. Bu biraz aldadıcıdır. 10 dəqiqə filan qovurduqdan sonra bu bizə kifayət eləyir. Daha sonra o qovrulduqca biz onun şərbətini hazır eləyirik. Mən 1 stəkan və 1 stəkandan bir barmaq aşağı şəkər tozu, üzərinə 2 stəkan da su əlavə elədim və bunu qaynamağa qoydum. O sırada da mannini qovururuq. Fərqlilik olsun deyə mən üzərinə 1 çay qaşığı kakao əlavə elədim. Siz bunu etməyib əvəzinə quru meyvələrdən, xüsusilə də qovrulmuş fıstıqdan istifadə edə bilərsiniz. Lakin mən kakao ilə kifayətləndim. Bu formada qarışdırırıq və biraz da belə qovururuq. Daha sonra şərbəti hazırladığımız unun, bu manni qovrulmuş unun üzərinə əlavə edirik. Lakin çox ehtiyatlı olun, çünki yəni gördüyünüz kimi çox bərk qaynayır və hamısını birdən tökəndə daşmaq və yanmaq ehtimalı olur. Ona görə də hissə-hissə yavaş-yavaş əlavə edin. Lakin bu şərbətin hamısını əlavə edirik. Qətiyyən sulu olmağından, suyunun çox üstə çıxmağından narahat olmayın. Çünki manni bütün şərbəti öz canına çəkəcəkdir. Bu manninin bir şeyini çox sevdim ki, qətiyyən boşqabın kənarına yağ çıxmır. Yağı tamamilə öz içərisində, öz daxilində qalır və ona xüsusi bir dad qatmış olur. Və bir də çox yumuşaqdır və un dadı qətiyyən gəlmir. Çünki un olmadığı üçün un dadı qətiyyən gəlmir. Hazırlama qaydası da çox və çox asandır düşünürəm. Saatlarla unun başında qalıb qovururduq filan. Elə bir şey yoxdur. 15 dəqiqəyə, 10 dəqiqəyə mannini qovururuq. 22 qovururuq. 5 dəqiqəyə də belə birləşdirəndən sonra suyunun, şərbətinin öz canına çəkməsini gözləyirik və tamamilə hazır olur. Baxın, burada görürsünüz belə, bu formada. Bu artıq hazırdır deməkdir və biz bunu servis etməyə keçirik. Mən bu formada servis etməyi üstün tutdum, türklər kimi. Siz istəyə uyğun boşqabda istədiyiniz kimi servis edə bilərsiniz. Mən son olaraq üzərinə şəkər pudrası və kakao əlavə elədim ki, görünüşü xoş olsun. Dadına isə həqiqətən də söz ola bilməz. Çox yumuşaq, çox narin, ləzzətli, yumuşaq, belə çox gözəldir həqiqətən də. Çox sağ olun videonu izlədiyiniz üçün.